Bir gün hazırlamışam New York Times qəzeti məşhur kəbablı piroqni. Bu piroq resepti ilk dəfə 1983-cü ildə sentyabr ayında New York Times qəzeti çap etmişdi. Və bu resept düz 6 il ərzində çap olunurdu. Bir gün qəzetin işçisi Marion Boras reseptin deməli çap dayandıracağını elan etdi. Dedi ki, laminasiya şəklində saxlayarsınız. Oxucular çox bərk qəzəbləndi və ondan sonra yenidən çap başladılar eləməyə. Deməli, necə hazırlayırıq? 125 qram yumşaq kərə yağı qarışdırırıq şəkərlə. 150 qram şəkər lazım olacaq. Yaxşı qarışdırırıq. Mikserin də eləmək olar, adi çəngəllə də eləmək olar. Sonra ora 2 yumurta əlavə edirik və qarışdırırıq. Ayrı qabda un, kabartma və bir çimdik duz qarışdırırıq. Yumşaq xəmir alınır, pişirmə qabı götürürük, yağını sürtürük və xəmiri onun içinə tökürük. Gavalını 3-4 yerə bölüb düzürük xəmirin üstünə. Üstündən limon soku, şəkər, darçın və 180 dərəcədə 55 dəqiqə pişir. Çox dadlıdır, siz də hazırlayın.